Bir nəfər gəldi Mədiniyə, Yahudi idi, dedi, Peyğəmbərin vəsisi kimdir? Peyğəmbər yerində kimi qoyub gedib? Göstərdilər xəlifəni. Gəldi xəlifənin yanına, birinci xəlifə, dedi ki, sualım var, dedi, nədir? Cəmaat oturub xəlifənin başında, dedi, nədir? Dedi, 3 dənə sualım var, birincisi budur ki, o nədir ki, Allah onu bilmir. O nədir ki, Allah da yoxdur və o nədir ki, Allahın yoxudur. Dedilər, bu nə küfür danışır? Kafirlərin sözüdür, deyəsən sən kafir olmusan ya, elə kafir, dedi, mən Yahudiyəm, müsəlmanda, İslamda da öyləm, amma İbn Abbas baxdı, dedi, yox, bunun nəsə suallarında bir sirri var, bir hikmət var. Dedi, insaf deyil bu Yahudi ilə belə davranaq. Gəlin buna aparaq Həzrət Əlinin yanına, görək bu nə danışır. Tez deməyək də buna kafirdir, biz görək bəlkə bir nəsə sözü var, ibrətli bir sözü var. Bunlara da kitab gəlib axı. Bunların da Tövratı var, bunların da İncili var axı. Bunlar bir şey bilməsə belə bir söz deməz. Ağa dinləyir bunu. İbn Abbas deyir ki, Həzrət Əlinin yanına ona görə bilirsiniz nəyə görə deyirəm aparaq. Çünki Peyğəmbərdən eşitmişəm, buyurub, Allahümmə hdi qalbəhu və səbbit lisanəhu. İlahi, Həzrət Əlinin qəlbin daim haqqa yönəlt, dilində xətadan, səhvidən saxla. Mən Həzrət Əlinin barəsində belə bir söz eşitmişəm. Gedən yanına gəlirlər, Həzrət dinləyir. Deyir, o birincisi dedin, Allah bilmir. O övladdır, özü üçün övlad bilmir. Sizdə var belə bir əqidə. Üzeyri Allahın oğlu bilirsiniz. Elə deyir, hə. Deyir, Allah özü üçün övlad tanımır, övlad bilmir. İkinci deyirsən ki, Allahda yoxdur, zülümdür. Allah zülm etməz, bu Allahda yoxdur. Ədalət var Allahda, zülüm yoxdur. Cavablar sadədir, amma sualda ilk baxışda adam elə hesab edir ki, bir kafirdir, bir kafir sualı verir. Amma cavabların eşidəndə görürsən, bu doğrudan da o kafir sualının içərisində bir mömin cavabı gizlənib. Onu aşkar eləmək lazımdır. Üçüncü deyir, o ki deyirsən Allahın yoxudur, o şərikdir. La şərikələ, Allahın şəriki yoxdur. Deyir, orada bir səs-küy qalxdı, alqış qalxdı, xəlifə qalxdı ayağa, dedi, ya kaşifəl kurubat, ey qəm qüssələri aradan aparan, əntə ya Əli, faricul həmmi vəl qəmmi, sən ya Əli, bütün qüssələri aradan aparansan. Biz bu sözü Allah üçün deyirik, amma sən də beləsən ya Əli. Bütün qəm qüssə, biz narahat idik. Ki, Yahudi gəldi, girdi Mədiniyə, müsəlmanları bir sualla bağladı, getdi. Bu biz üçün ardı, bu biz üçün rüsvayçılıqdır. O gedib deyəcək, getdim bir suallar verdim, cavabını bilmədilər. Adıma bir dənə kafir qoydular, göndərdilər məni. Həzrət Əli əleyhissalam nicat verir İslama.